Gecədirmi insanı kədərləndirən, yoxsa insandırmı kədərlənmək üçün gecəni gözləyən? Gecədirmi səni mənə düşündürən, yoxsa mənəmmi səni düşünmək üçün gecəni gözləyən? Salam, bu günləri Ağılda Qalan podkastının 4-cü bölümüdür. Başlıq olaraq bir neçə mövzu yenə düşündüm bu gün üçün. Məncə gecikmiş sevgililər günü bölümü olsun bu. Biraz sevgililər günündən, biraz özəl günlərdən, empati duyğusundan falan danışmaq istəyirəm bu bölüm. Sevgililər gününə gələndə məncə düşünürəm ki, digər özəl günlər kimi bu da özəl qalmalıdır. Yəni bunu əslində təməldə empati duyğusuna bağlayıram. Niyə görə? Çünki başa düşmək olar ki, elə insan var, həyatında biri yoxdur və ya digər özəl günləri nəzərə alsaq, analar günü, atalar günü, babalar günü, dostlar günü. Yəni bu tip özəl günlərin olmağı yaxşıdır, özəl qaldığı təqdirdə. Amma düşünəndə ki, elə insan var onun həyatında valideyni yoxdur, elə insan var dostu yoxdur. Yəni digər insanları da düşünüb, ona görə hərəkət etmək, ona görə göstərmək lazımdır nələrsə. Yəni bunu canfəşanlıqla paylaşmaq, yəni şəxsən mənə görə düzgün deyil. Yəni bu təbii ki, mənim fikrimdir. Sən tamam başqa düşünə bilərsən, bir başqası başqa cür düşünə bilər. Özəl qalmağı daha məqsədə uyğundur. Nəinki birini yalnızlığını üzünə vurmaq, birinin məsələn valideyninin olmadığını üzünə vurmaq kimi eləməkdənsə daha yaxşısı bunu özəl qeyd eləmək deyə düşünürəm. Bu sevgililikdən əlavə o sevgili olmaq üçün də biri ilə ən azından etiraf eləməlisən və bu etiraf eləyəndən sonra bir-birinizə şans verib yaşana biləcək bir mövzudur da bu təbii ki. Və mən düşünürəm, ətrafda da gördüklərimdən deyə də, rədd edilmə qorxusu deyə bir şey var insanlarda. Hətta bu daha çox cavanlarda daha çoxdur. Yəni biraz ərgənlik deməyim də, o dövrdən də məktəbdə oxuyandan başlayır, universitet dövrlərində falan. Cavan olanda, daha yaşın az olanda sənin rədd edilmə qorxun olur və birinə qarşı hisslərin olsa da onu etiraf eləməkdən çəkinirsən. Ya burada dostsan deyə, istəmirsən dostluğun pozulsun, onu itirəsən və ya başqa səbəblərə görə rədd edilmə qorxusu olur. Amma mən belə düşünürəm ki, 83 yaşıma çatıb keçmişə qayıdıb görəsən nəyi dəyişdirəcəydim deyə düşünəndə o anlara qayıtmayasan deyə indidən addım atmaq lazım. Yəni əslində bu gözümüzə böyütdüyümüz qədər də pis bir şey deyil rədd edilmək. Yəni düzdür, həmin insanı itirə də bilərsən, amma əvvəl-axır itirəcəksənsə, indidən bəzi şeylərin net bilib, dəqiq bilib itirmək daha məntiqli gəlir. Ən azından mən bu yaşımda belə düşünürəm. Təbii ki, söhbət birbaşa gördüyün bir insanı gedib ona etiraf eləməkdən getmir. Çünki bu düzgün deyil. Yəni birinə gedib necə tanış olan kimi mən səni sevirəm deməyin yalandır da, çünki sevgi belə bir şey deyil. Bir anda birini sevə bilmərsən. Xoşlantı ola bilər, birinə qarşı xoş hisslər keçirə bilərsən. Bunu da zamana buraxmalısan ilk öncə özündə. Özün bu hisslərindən əmin olana qədər, onu tanıdıqca, ona qarşı hisslərin artdıqca, düşünə bilərsən ki, düzdür, yəni mən bu insana qarşı bir şey hiss eləyirəm. Ən yaxşısı gedim etiraf eləyim. Çünki ürəyi bilirəm də, bir müddət sən ona etiraf eləmədikcə ürəyin içində başlayır səni yeməyə, başlayır yeməyə və bu gecələr yuxusuz qalmağa qədər gətirib çıxardır. Onu görəndə o həyəcan falan. Sən özünü yeyib bitirirsən və bunu bitirməmək üçün də mütləq surətdə gedib ona etiraf eləməlisən. Nə qədər rədd edilməkdən qorxsan da bunu eləməlisən. Çünki eləmədikcə daha da uzanan bir proses səni yeyib daha da bitirməyə davam edəcək. Bayaq empati duyğusundan danışırdım. Empati duyğusuna ən primitiv misalı filmlər, seriallardan verə bilərəm. Nə mənada verə bilərəm? Biz bir kitab oxuyanda, bir filmə baxanda hər zaman baş qəhrəmanı, baş obrazı özümüz onu yerinə qoymağa çalışırıq. Yəni bu əslində empati duyğusundan gəlir. Sən onunla empati qurub həmin hadisələrə sən necə reaksiya verərdin? Həmin belə deyək, hadisə sənin başına gəlsəydi, sən nələr eləyərdin deyə düşünürük deyə. Bu bizim empati duyğumuzun artmağına kömək edir və mənə görə ən yaxşı örnəklərdən biri Batman super qəhrəmanıdır. Bu yəni mənim də ən favori belə deyək super qəhrəmanımdır və dünya statistikasında da gedib statistikaya falan da baxmışam. Ən çox sevilən super qəhrəman Batmandir. Çünki digər super qəhrəmanlardan fərqli olaraq onun özəl bir gücü yoxdur. Yəni fantastik bir super gücü olmadığına görə biz insan olaraq özümüzü onun yerinə qoya bilirik və düşünürük ki, hamımız ola bilərik əslində Batman. Düzdür, indi onun ailəsindən qalan mirası, pulu falan belə şeylər olsa da psixoloji baxımdan insani olaraq ən yaxın bizə olan super qəhrəman odur. Gözündən lazer atmır, uçmur, eləmir. Adam normal bizim kimi bir insandır. Sadəcə öz psixologiyasından, öz fizikini
inkişaf etdirərək düşmənlərə qarşı savaşır və onun mənə görə super qəhrəman olmaqda, yəni favori olmamda ən böyük səbəb də yaşadığı bütün travmalara baxmayaraq yaxşı olmağa davam eləmək. Normalda çünki həmin o kainatda Batman olan kainatda onun ən böyük düşməni Joker'dır və Joker bütün travmalarına rəğmən pis olmağı seçən biridir. Yəni mənə görə Batman'ı yaxşı edən tərəf budur. Başına gəlməyən pis hadisə qalmasa da o yenə də davam eləyir yaxşı olmağa, çünki ancaq bu cür psixologiyanla o super qəhrəmana çevirə bilər. Subaylıq sultanlıqdırmı? Bax, əsas məsələ, ən çox danışılan bu sevgililər günündə bir tərəfi danışdım. Düzdür, biraz sevgililər günündə qarşı danışmış kimi də ola bilərəm, amma məqsədim təbii ki bu deyil. Sevib sevilmək çox gözəl bir hissdir. Bunu yaşamaq çox gözəl bir hissdir. İnsanı həyatda tutan, insanı həyatda motivasiya verən, yaşamağa güc verən bir hissdir təbii ki bu. Dediklərimdən qətiyyən sevgililər günündə və ya sevgiliyə qarşı olduğum çıxmasın. Ola bilər belə başa düşülsün. Amma mən indi hər tərəfi düşünməyə çalışıram. Hər kəslə empati qurmağa çalışıram. Və subaylıq sultanlıqdırmı? Bu sual mənə maraqlıdır. Çünki bəzilərinə görə sultanlıqdır, bəzilərinə görə sadəcə təsəllidir. Yəni elə insan ola bilər ki, biri mən, həyatda birini tapa bilmirsən, alınmır və yalnız olaraq özünü xoşbəxt edə bilirsən deyə düşünürsən ki, elə ən yaxşısı yalnızlıq. Təbii ki, dərinlərə enəndə görürük ki, yox, yalnızlıq hər zaman yaxşı olan bir şey deyil. Həyatında birinin olmağı səni daha irəli apara biləcəkdir. Təbii ki, düzgün birindən gedir. Yanlış biri ilə yanlış bir yolda olmaq, dibə vurmağa gətirib çıxara bilər. Amma düzgün bir insan həyatında varsa, təbii ki, ən yuxarıya, ən düzgün yola gedib çıxa bilərsən. Ona görə subaylığın sultanlıq olduğu məncə dəyişir. Vəziyyətə görə, yaşadığın hadisələrə görə və özünə görə dəyişə bilər. Bu yaşda, məsələn, yaşından asılı olaraq subaylıq sənə sultanlıq gəlirsə, başqa bir yaşda fərqli bir vəziyyətdə sənə ağır gələ bilər. Mənə görə bu dəyişən bir şeydir. Bu bölümü uzun tutmaq istəmirəm. Elə qısa fikirlərim var idi, ağılda qalan fikirlərim var idi. Ona görə dedim biraz danışıq, söhbət eləyək. Təbii ki, sənin də, sizin hamınızın ümumiyyətlə fikirləriniz mən maraqlıdır. Fikirlərinizi şərhdə bölüşün. Ümumiyyətlə bu düşüncəniz nədir təkcə? Keçən dəfəki bölümdə sadəcə ilk suala hamı cavab yazıb. Normalda orada fərqli 5-6 mövzuya toxunmuşdum və hər birinə aid fərqli bir fikir bildirə bilərdiniz təbii ki. Amma demək olar ki, çox adam elə ilk qoyduğum başlıqdakı suala cavab yazıb. Mövzuya görə danışdığım bölümdə hər mövzuya aid hansı fikirləriniz varsa bunları bölüşə bilərsiniz. Bunları müzakirə edə bilərik deyə düşünürəm. Bu ağılda qalan idi. Bu günlük bu qədər. Özünüzdən müğayət olun. Hələlik.